Bir gün qul bazarına bir qadın gətirirlər. Bu qadının qiymətini 100 kölənin qiymətinə deyirlər. Bu qadın əli zincirli, şux qamətli, öz duruşu, ağlı və zəkası ilə hamını heyran edir. Bunu eşidən məmləkətin padşahı təəccüblənir ki, bu necə bir kölədir ki, bunu 100 kölənin qiymətinə satırlar. Ona görə əmr eləyir ki, həmin qadını gətirin. Və bu qadını gətirirlər padşahın hüzuruna. Əli zəncirli olsa da, qadının şux qaməti, duruşu, onun baxışları padşahı təəccüb gətirir. Və qadından soruşur ki, ey hatun, sənin nə özəlliyin var ki, səni 100 kölənin qiymətinə satırlar? Qadın cavab verir ki, mən əslində kölə deyiləm. Mənim ağlım və zəkama görə bu qiymətə satırlar. Mənim qollarım zəncirli olsa da, amma mənim ağlımı və zəkamı heç vaxtı kölə halına sala bilməzlər. Qadının bu cavabı sultanı çox heyrətləndirir və ona deyir ki, sən ki bu cəsarətlə danışırsan, onda səni mən imtahan edəcəm. Sənə 5 sual verəcəm. Əgər bu 5 sualı düzgün cavablandırsan, səni bir hürr olaraq azad edəcəm. Yox, əgər bu sualları cavablandıra bilməsən, sən öz canınla buna cavab verməli olacaqsan. Qadın heç fikirləşib daşınmadan cavab verir ki, bəli, mən hazıram, sən suallarını buyur ginan. Sultan buna deyir ki, onda mənə de görüm, dünyada ən gözəl paltar nədir? Bunu eşidən qadın gülümsəyərək üzünü saraydakı saray əhlilərinə tutaraq gülərək deyir ki, ey cəmaət, mən birazdan bu qapıdan hürr olaraq çıxacağam. Sonra üzünü sultana çevirərək deyir, ən gözəl paltar yoxsulun əynindəki yamaqlı arxalıqdır. Yoxsulun əynindəki yamaqlı arxalıqdır. Qışı onu isidir, yazın sərinlədir. Sahibinin qüsurunu örtər. Al qumaş göz qamaşdıran paltarlar isə yalnız göz oxşamaq üçündür. Amma kasıbın əynindəki arxalıq isə ona hər mövsüm yaraşan bir şeydir. Bu cavabına təəccüblənən sultan deyir, onda mənə de görüm, dünyadakı ən xoş qoxu nədir? Qadın gülümsəyərək deyir, bir ananın qoxusudur sultanım. Uşağını bağrına basdıqda yayılan qoxudur. O cənnət qoxusu. İstər sarayda padşah ol, istər hamamda kisəçi. İstərsə də dünyanın ən gözəl çiçəkləri belə ana qoxusunun yanından keçə bilməz. Bunu eşidən padşah təəccüblənir və 3-cü sualını verir. Deyir, onda mənə de görüm, ən ləziz yemək hansıdır?
Ən ləziz yemək aclıqda yeyilən yeməkdir. Həqiqətən ac olduğun zaman quru çörək belə damağa baldan da dadlı gəlir. Lakin qarnın toxsa, kral sarayında ən gözəl yemək belə gözündə sənin heç olacaq. Bunu eşidən sultan qadının ağıl və zəkasına bir daha heyran olur. Deyir, onda dördüncü sualımı cavablandır görüm. Dünyanın ən rahat döşəyi hardadır? Qadın gülümsəyərək cavab verir ki, vicdanın hüzuru ilə başını qoyduğun yataqdır, sultanım. Əgər haqsızsan, vicdanın rahat deyilsə, ən yumşaq yataqlar belə sənə tikan kimi batar. Amma vicdanın paksa, qara torpaq belə sənə ən rahat yataq olar. Bunu deyərək, üzünü qapıya tutub getmək istərkən, sultan arxadan qışqırar ki, hara gedirsən? Hələ 5-ci sualımız var. Qadın deyir ki, onda buyur 5-ci sualını. Deyir, dünyanın ən yaşamalı ölkəsi harasıdır? Qadın gülümsəyərək cavab verir ki, hürriyyət və ədalət içində insanların nəfəs aldığı və cahillərin hökm sürmədiyi məmləkətdir, sultanım. Zira cəhalət və ədalətsizlik ən sağlam qalaları belə işdən çürüdür. Ən görkəmli ölkələri belə viranəyə çevirir. Ədalətsə ən köhnə məmləkətləri belə cənnət edər. Bu cavabından sonra sarayda bir sükut hökm sürür. Hamı gözləyir ki, sultan indi əsəbləşəcək, özündən çıxacaq. Amma sultan gülümsəyərək deyir ki, halal olsun sənə hatun, mənim sarayımdakı ən ağıllı alimlər belə sənin kimi bu suala cavablar verə bilməzdi. Ona görə sən artıq hür bir qadınsan. Sən istədiyin kimi bundan sonra yaşaya bilərsən. Diqqətinizə görə çox sağ olun, minnətdarım.